Hər birinizə salam, hər vaxtınız xeyir olsun. Bu videoda bu oyuncağın sxemini sizlərlə bölüşürəm. Baxın, belədir. Ölçüsü normal ölçüdür, yəni kiçik ölçü deyil. Sizə ölçünü qeyd edim. Baxın, belə ölçdükdə 20 santimetrdir. Ölçüsü 20 santimetrdir. İki cür ipdən istifadə etmişəm. Velur ipdən və nazik amigurumi iplərindən istifadə etmişəm. Baxın, belədir. Bu oyuncağın bədən sxemini, yəni sarı rənginin olan hissəni əvvəldən toxumuşam və YouTube'da paylaşmışam. Həmin videonu açıqlama bölməsi burada, bu videonun altında açıqlama bölməsində yerləşdirəcəm. Həmin videoyu keçid edib eyni bu bədən sxemini, yəni bu bədəni toxuya bilərsiniz. Bu bədəni toxuduqdan sonra isə digər yerlərini isə bu videoda qeyd edəcəm. Sadəcə oradakı həmin videodakı bədən sxemində bircə dənə fərq var bu oyuncaqla. O da gözlərindədir. Orada gözləri daha kiçikdir. Burada isə gözləri böyükdür. Buradakı gözlər zərli gözlərdir. Ölçüsü isə 18 mm-dir. Baxın, zərli gözdür və ölçüsü 18 mm-dir. Digər fərq isə, bədəndən digər fərq isə, oradakı həmin videodakı bədən sxemindən digər fərq isə, orada gözlər arasında məsafə azdır. Burada isə gözlər arasında 5 sıx iynə fərq var. Yəni bu bədənlə o bədən sxemi arasında bircə dənə fərq ondadır. Gözlərinin ölçüsündə və arasındakı məsafədə. Burada arasındakı məsafə böyükdür, yəni 5 sıx iynədir. Orada isə 4 sıx iynədir. Belədir. Qalan hər bir hissəsi həmin videoda qeyd olunub. İndi bu videoda isə bu hissəni, qırmızı hissəni, bu qırmızı hissəni, burunu, qaşlarını, bu gözün formasını filan, bunları toxunmasını sizlərlə bölüşəcəm. İndi isə bu oyuncağı toxumaq üçün nələr lazımdır, onları qeyd edim. Bu sarı rəng Yarnart Dolce ipidir. 100 qramdır, 120 metrdir ölçüsü. Bu rəng və bu. Yəni qırmızı rənglər və burun rəngi isə nazik iplərdəndir, yəni amigurumi iplərindəndir. Hansı olduğunu bilmək istəsəz, mən istifadə etdiyim Madamella Dogu ipidir. Amma siz istənilən nazik ipdən istifadə edə bilərsiniz. Yəni əlinizdə hansı qırmızı rəng və yaxud da burun rəngi varsa, ondan istifadə edə bilərsiniz. Yəni fərqli markaların çox var. Əgər ümumiyyətlə iplərdən anlayışınız yoxdursa, mağazada amigurumi ipi desəz və pambıq tərkibi çox olan ip desəz, sizə verəcəklər. Yəni sizə mağaza təklif eləyəcək ipləri, siz onlardan birini seçə bilərsiniz büdcənizə uyğun. İndi qeyd etdiyim kimi, mənim istifadə etdiyim Madamella Dogu ipidir. Bu qırmızı rəng, bu burun ipi də Madamella Dogu ipidir. Sarı rəng Yarnart Dolce ipidir. Gözlər 18 mm-dir. Gözləri sizə göstərim, hansı formada olur. Baxın. Belədir. Mən bunları Temudan sifariş eləmişəm. Baxın, belə zər hissədir. Ayrıca belə kağızda gəlib. Mən 2 dəfə sifariş vermişəm, ikisində də yaxşı gəlib. Bunun ortası əslində belə deşikdir. Baxın, belədir. Bunu belə bura keçirdirik. Baxın, gözün özü rəngsizdir. Bunun üstündə də belə yapışdırıblar ki, göz cızılmasın. Və bunu, görsünüz, rəngsizdir burada, göy rəng deyil. Bunu bu formada belə bura keçirdirəm. Siz adi böyük gözdən istifadə edə bilərsiniz. Yəni şərt zərli göz olmağı şərt deyil. Bu belədir. Baxın, indi oldu mavi zərli göz. Bunu gözü belə keçirdirik. Bu isə adi gözlərdəki kimidir. Bu isə arxa tərəfidir. Sadəcə mən bunu istifadə edəndə, bunun burası görsünüz belə çox dərindir. Mən bunun qıraqlarını belə kəsirəm. Baxın, göstərim. Baxın, belə formada kəsirəm. Yəni bu çoxdur, çox dərindir. O gözü taxmaq olmur. Ona görə də baxın, mən belə kəsib bunu atıram. Yəni bunun bir mənası yoxdur. Bu da yəni saxlayır, möhkəmdə saxlayır. İstifadə etdiyim gözlər bundandır. Zərli gözlərdir. Qeyd etdiyim kimi 18 mm-dir. Sonra
qəhvəyi rəngdən istifadə etmişəm. İp qəhvəyi rəngdə Madamella Dogu ipidir. Sonra sindifon lazımdır. Sindifon boncuk sindifon da olar, bu sindifondan da olar. Məndəki bundandır. Qayçı lazımdır. Əgər toxumağa yeni başlayırsa, qayçı almaq istəyirsə, toxuculuqda belə bu tip qayçılar daha rahatdır. Yəni mənə bu daha çox rahatdır. Bunlar yox. Bu əslində qəşəng kəsir, amma bu daha rahatdır. Tez belə kəsirsən, bitir. Sonra bu nazik ipləri toxumaq üçün bu kurçokdan istifadə etdim. 2.2 milli kurçokdan istifadə etdim. Qalın iynədən istifadə etdim. Nazik iynədən də istifadə edə bilərsiniz. Daha doğrusu bu hissələri, bu nazik iplə olan hissələri, baxın. Daha doğrusu bunları yox, amma burunu nazik iynə ilə dikdim. Baxın belə, yəni bu olmasa da olar. Sonra Yarnart Dolce ilə olan ipi isə 3.5 mm kurçokla toxunmuşam. Bu silinib burada. Bu bədən sxeminin videosunda onları ətraflı qeyd etmişəm. Yəni oradan baxıb bədən sxemini toxuyasınız. Sonra isə bu videoda isə qalan hissələrini toxuyasınız. Yəni qeyd etdiyim kimi Yarnart Dolce isə 3.5 mm-dir. İndi isə toxunma qaydasına keçə bilərik. İlk olaraq bu başındakıları toxuyacağam. Bundan 2 ədədini toxumuşam. İndi birini də toxuyacağam. Baxın belədir. Qırmızı iplə toxuyuram. Qeyd etdiyim kimi milçə 2.2 millidir. Bunu qırağa qoyum. İndi bunun üçün sehirli halqa edirəm. Sehirli halqanın içərisinə 6 ədəd sıx iynə toxuyuram. 1, 2, 3, 4, 5 və bu 6. 6 ədəd sıx iynə toxudum və qısa olan ipi çəkirəm. Sehirli halqa bağlanır. İlk ilmək ilə ilmək sürüşdürmə edirəm. Baxın, ilmək sürüşdürmə etdim. Bir zəncir çəkirəm. Sonra isə ikinci sırada isə hər ilməyə cüt toxuyuram. Dibdəki ilməkdən başlayıram. 1, eyni ilməyə bir ədəd daha toxuyuram. Oldu 2 sıx iynə. Növbəti ilməyə 1, 2, növbəti ilməyə yenə cüt toxuyuram. Bu üçüncü cüt oldu. Növbəti dördüncü ilməyə də cüt toxuyuram. Növbəti ilməyə də cüt. Cüt toxudum. Və sonuncu 6-cı ilməyə də cüt toxuyuram. Baxın, cüt toxudum. İlmək sürüşdürmə edirəm. İlk ilmək ilə, baxın, ilmək sürüşdürmə etdim. Bir zəncir çəkirəm. Artırma, azaltma etmədən 4 sıra düz toxuyuram. Yəni hər sırada 12 sıx iynə olmaqla. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 və 12. İlmək sürüşdürmə edirəm yenə. Yenidən bir zəncir çəkirəm. Yəni bir sıra düz toxudum. İndi bunu 3 sıra daha təkrar edirəm. Yəni 3 sıra düz toxuyub qayıdıram. Və 3 sıra daha düz toxudum. Deməli belə oldu. 6 sıx iynə toxudum. Sehirli halqanın içərisinə, sonra hər ilməyə cüt toxudum. Oldu 12 sıx iynə. Sonra isə 4 sıra düz toxudum. Heç bir artırma, azaltma etmədən. Eyni bundan bir ədəd daha toxuyuram. Baxın, bu ikisi eyni ölçüdür. Bir ədəd isə burada 4 düz toxumuşdum. Yəni 4 sıra düz toxumuşdum. Burada isə 5 sıra düz toxumuşam. Yəni bundan bir sıra artıqdır. Bir dənə bu ölçü toxuyuram, 2 dənə də bu ölçü. Bu balaca ölçülərdə, kiçik olan ölçülərdə 4 sıra düzdür. Amma bu ölçüdə isə 5 sıra düzdür. İndi bunları birləşdirəcəm.
və bundan balaca olandan başlayıram. Bunu qarşı-qarşıya belə qoyuram və bir yerdə toxuyuram. 1 2 3 4 5 və 6. 6 sıx iğnə toxudum. İndi böyük olan ölçünü götürürəm bunu və bunu içəridə saxlayıram. Qısa olan ipi belə içəridə saxlayıram. Və bu şəkildə toxumağa davam edirəm. İndi buradan götürürəm. İkisini bir yerdə toxuyuram. Baxın belə. 1 2 3 4 5 və 6. 6 sıx iğnə toxudum. İndi digərini toxuyuram. Böyük olan ortada olur, kiçik olanlar isə qıraqda. İndi bunun da belə ipi içəridə saxlayıram. Baxın belə. Və bunu da bir yerdə belə qarşı-qarşıya qoyub toxuyuram. Baxın belə. 1 2 3 4 5 və 6. 6 sıx iğnə toxudum. Toxuyandan sonra ilmək sürüşdürmə edirəm və ipi biraz uzun saxlayıram ki, baş hissəyə bunu tikəcəm. Baxın, oldu belə. Baxın, belə oldu. Və bunu bu şəkildə, biraz qabağa gələn şəkildə bu başa tikirəm. İndi iynə, qalın iynəmi götürürəm. Baxın, bu iynədən istifadə edirəm. Belə sapladım. İndi bunu iynələrlə əvvəlcə bərkidirəm ki, yəni tikəndə sürüşməsin, yerləri dəyişməsin. Bunun üçün baxın, biraz qabağa gətirirəm belə. Biraz ortadan olsun, biraz yox, tam ortadan olsun. Baxın belə. Və tam ortaya. Baxın bu şəkildə. İndi bunu bura tikirəm. Bir ilmək başdan götürürəm, bir ilmək isə qırmızıdan götürürəm. Bunu çıxardım. Baxın belə. Keçirdim. Belə bərkidirəm bunu. Başa bərkidirəm. Baxın belə. Bunu qırağa qoyun. Bu arada Instagram səhifəmə keçid edib toxuduğum oyuncaqlara baxa bilərsiniz. Burada isə YouTube kanalımda isə çox oyuncaqların sxemini paylaşmışam. Yəni hər birini baxıb toxuya bilərsiniz. Oyuncaq toxumağı öyrənmək istəyirsinizsə baxıb rahatlıqla öyrənə bilərsiniz kanalımdakı videolara baxıb. Əgər sualınız olarsa rəylərdə yaza bilərsiniz. Belə, bu arada kanalıma abunə olmağı da unutmayın. Abunə olub videonu bəyənsəz, paylaşsaz dəstək olmuş olarsınız. Baxın belə tikirəm. Ümumiyyətlə, belə velour iplə olan oyuncaqların üzərinə nazik iplə, amqurum ipi ilə, bu iplərlə nəsə tikəndə qəşəng görünür, incə görünür. Yəni velour ipin qalınlığını itirir bu. Baxın belə. Axıra kimi bərkidirəm. Bu şəkildə. Qeyd etdiyim kimi, əgər suallarınız olarsa rəylərdə yaza bilərsiniz. Yəni suallarınızı verə bilərsiniz. Bu şəkildə. Bu uç hissəni sərgəli tikirəm.
buradan bərkitmək də yox, qəşəng tikmək lazımdır ki, yəni tez xarab olmasın. Maşına atıb yuyulur axı bu oyuncaqlar. Yəni möhkəm olsun. Bir-iki dəfə yuyulan kimi tez xarab olmasın. Baxın belə. Artıq möhkəm bərkitdim. Və artıq olan ipi hər hansı bir yerdən çıxardıram. Və burada saxlayıram. Çünki qaşların filan eləyəcəm, burnun qaşların. Onda ipi, digər ipləri də buradan çıxardıb, sonra kəsəcəm. Yəni burada düyün edib kəsəcəm. Baxın, bu hissə oldu belə. İndi isə bu alt hissədəkini toxuyacağım, qırmızı olanı. Bunun üçün qırmızı rəngi yenə götürdüm. Əvvəlcə 15 zəncir çəkirəm. Biraz bunu uzun saxlayıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. 15 zəncir çəkdim, ipi doladım. 2 ilməni buraxıram, 3-cü. Yəni 3-cü zəncirə bir ədəd trabzan toxuyuram. Baxın, 1. Eyni ilməyə bir ədəd daha toxuyuram. Yəni cüt toxudum. Və çox bərk toxumuram. Biraz boş toxuyuram. Sonra yenə ipi doladım. Növbəti ilməyə keçirəm. Növbəti ilməyə bir ədəd trabzan toxudum. Sonra yenə ipi doladım. Növbəti ilməyə keçirəm. Bu ilməyə isə yalancı trabzan. Yəni 3 dənə oldu. Bu 3 dənədən bir yerdə keçirdim. Sonra növbəti ilməyə isə sıx iğnə toxuyuram. 1, növbəti ilməyə 2, növbəti ilməyə 3. 3 sıx iğnə toxudum. İndi isə ilmək sürüşdürmə edirəm bir ədəd. Yəni növbəti ilməyə, yəni növbəti zəncirə ilmək sürüşdürmə edirəm. Sonra bura elədiyimi eyni bura edirəm. Yəni 3 sıx iğnə toxuyuram. 1, 2, 3. 3 sıx iğnə toxudum, ipi doladım. Növbəti ilməyə, baxın 3 dənə oldu. Bu üçündən bir yerdə keçirdim, ipi doladım. Növbəti ilməyə trabzan toxuyuram. 2 dənə oldu, 2 dənədən də 1 dənə. Növbəti, yəni ən birinci ilməyi isə 2 ədəd trabzan toxuyuram. 1, ipi doladım. Bu da 2. 2 dənə trabzan toxudum. Sonra 1, 2. 2 zəncir çəkirəm. Eyni ilməyə ilmək sürüşdürmə edirəm. Sonra 1 zəncir çəkib ipi kəsirəm. İpi kəsdim. Və belə zəncir çəkdiyim üçün ipi dartanda, yəni belə düyün düşür ora. Baxın, burada bir dənə qısa ip qaldı və uzun ip qaldı. İndi baxın, bunu bu şəkildə bura tikəcəm. Baxın, bu hissəyə bunu belə tikəcəm. İndi bunun üçün bu burada artıq qalacaq. Bunu qurçok vasitəsilə eləyim. Hər ilmədən keçirdirəm. Baxın, belə. Belə. Tən ortaya kimi bunu edirəm. Çünki ortadan tikəcəm axı, ona görə. Belə. Bir dənə daha eləyirəm. Baxın, belə. Belə etdim. Ehtiyatını dartıram ki, yəni bura belə yığılmasın. Baxın, bu şəkildə oldu. İndi ipin birin belə. Yəni bir-birinin əks istiqamətində də belə deyim. Baxın, belə edirəm. Və burada bir dənə düyün edirəm. Yəni düyün edəndə elə eləyin ki, bura belə dartanda bura belə yığılmasın. Bildiniz necə? İpi belə keçirmişəm, axı içəri ilə gətirmişəm. Ona görə. Baxın, oldu belə. İndi bunu bu hissəyə tikirəm. Baxın, belə olur.
Əvvəlcə qısa olan ipi keçirdirəm. Düz baxın, belə. İndi digər ilə də bunu bura bərkidəcəm. Bu ip uzundur, biraz kəsim mane olur. Tən ortada belə. Bunu bura bərkidirəm. Baxın belə. Bu şəkildə olur. Bu hissədən, qısa olan ipi keçirdiyim hissədən çıxardıram. Baxın, olur belə. Və burada düyün edirəm. Bu ip uzundur. Belə düyün edirəm ki, sökülməsin. Və artıq bu ip lazım olmadığı üçün belə içəridə gizlədirəm. Baxın, oldu belə. İndi qaldı burun hissəsi, burun və yaxud ağız deyim, o hissə qaldı. İndi onun üçün isə bu rəngdən istifadə etdim mən. Sizdə əgər narıncı rəng varsa, narıncı rənglə də toxuya bilərsiniz, o daha yaxşıdır. Məndə əlimdə olmadığı üçün bu rəngdən istifadə etdim. İndi ilk olaraq sehirli halqa edirəm. Sehirli halqanın içərisinə 6 ədəd sıx iğnə toxuyuram. 1, 2, 3, 4, 5, 6. 6 ədəd sıx iğnə toxudum. Qısa olan ipi çəkdim. Növbəti ilməyə, yəni ilk ilməyə daha doğrusu, ilmək sürüşdürmə edirəm, bir zəncir çəkirəm. Sonra dibdəki ilmədən toxumağa başlayıram. Baxın, ilmək sürüşdürmə etdiyim ilmədən. 2 sıx iğnə toxuyuram. 1, 2. 2 sıx iğnə toxudum. Növbəti ilməyə cüt toxuyuram. Baxın, bir toxudum. Eyni ilməyə bir də daha toxudum. Cüt toxudum. Sonra yenidən 1, 2. 2 sıx iğnə toxudum hər ilməyə bir dənə. Növbəti ilməyə isə cüt toxuyuram. Yəni birinci sırada 6 sıx iğnə var idi. İkinci sırada 2 dəfə artırdım. Yəni 2 tək bir cüt toxudum. Bunu 2 dəfə təkrar etdim. Oldu 8 sıx iğnə. İndi növbətiyə keçirəm. Növbəti sırada 3 tək bir cüt toxuyuram. 1, 2, 3. 3 tək toxudum. 1 cüt toxuyuram. Yenidən 1, 2, 3. 3 tək toxudum. Yenə bir cüt toxuyuram. Və ilmək sürüşdürmə edirəm. İlmək sürüşdürmə etdim. Bu sırada isə oldu 10 sıx iğnə. İndi növbəti sıraya keçirəm. Bu sırada isə düz toxuyuram. Yəni 10 sıx iğnədir, 10 sıx iğnə də toxuyuram. Yəni 1, 2, 3, 4, 5, 6, 7, 8, 9,
10 sıx iğnə toxudum. İlmək sürüşdürmə edirəm. İlk ilmək ilə bir zəncir çəkirəm. Bir sıra daha toxuyuram. 1 2 3 4 5 6 7 8 9 və 10. Bir dəqiqə 9 burada ilişdi. 9 bu da 10. Yenə birinci ilmək ilə ilmək sürüşdürmə edirəm. Bir zəncir çəkirəm və ipi biraz uzun saxlayıb kəsirəm. Baxın, oldu belə. İndi bu qısa olan ipi içəridə saxlayıram. Bura çox az sindifonda qoymaq olar. İndi çox az sindifon qoyacağım mən bura. Baxın, lap az. Və qoyandan sonra belə kiçik hissələrdə keçi iynəsindən istifadə edirəm. İndi göstərəcəm necə. Baxın. Bunu belə edirəm ki, içinə qoya bilim. Baxın. Bunu belə qoyandan sonra görsünüz, belə tükləri çıxır, adamı narahat edir də, tikəndə də ilişir. Ona görə bu keçi iynəsi ilə bu keçi iynəsi çox yaxşıdır. Belə kiçik hissələri tikəndə lazım olur. Yəni içərisinə sindifon qoyuruq, sonra tikəndə, yəni toxuyanda və yaxud da tikəndə sindifon keçməsin deyə kurçoka. Bunu belə eləyirik. İndi görəsiniz nəticəni. Sadəcə bu keçi iynələri biraz tez sınır. Amma ehtiyatla eləsən, yəni uzun müddətli gedir. Baxın, hiss olunur da ki, biraz yatdı. Baxın, bu şəkildə edirəm. Baxın, oldu belə. Görürsünüz, indi rahat tikə bilirəm. Yəni sindifon içərisindən çıxmır. Belə mən almışdım, içərisində 7 ədəd idi. Sınıb bir neçəsi. Və indi bunu, baxın, bura belə tikəcəm. Bunun üçün ilk öncə bərkidirəm. Sonra bu toplu iynələr də hər toxucuda vacib aksesuarlardandır. Baxın, belə bərkidirəm. Çox aşağıdan eləmirəm, biraz gözə yaxın. Onda daha şirin görünür elə bilirəm. İndi bunu nazik iynə ilə tikəcəm. Çünki bu ip nazikdir deyə. Əslində bu qalınla da tikmək olar, amma indi mən bununla tikəcəm. İynəni saplayım. Belə toplu iynələrdən istifadə edəndə rahat tikmək olur. Yəni nə isə bərkidilir deyə yerindən tərpənmir də bu. Ona görə də rahat tikirik belə. Baxın belə.
Bu sizdə narıncı rəngi olsa qeyd etdiyim kimi daha yaxşı olar burun rəngi. Məndə olmadığı üçün daha bu rəngdən istifadə etdim. Bu rəng də pis görünmür. Amma narıncı daha yaxşıdır. Belə. Görürsünüz, belə sindifon mane olmur. Yəni çıxmır oradan. Yoxsa indi əgər eləməsəydim keçirənəsən, belə sindifonu düzəldə eləyirdim. Adamı bezdirir düşüyor. Baxın, belə. Bərkidirəm, tamam. Artıq bu iynə lazım deyil. Və buradan da bir yerdən bərkidirəm. İynə çıxdı. Bu iynə daha rahatdır. Adam rahat işləyir. Baxın belə. Sonra bu yuxarı hissəni tikəndə burada qırmızı ip saxlamışdım. İndi həmin yerdən keçirəcəm ki, elə oradan da düyünlüyüm. Baxın, bu oldu burnu. İndi bunu buradan keçirib belə düyünləyəcəm. Belə. Çox da dibdən kəsmirəm. Biraz belə aralı kəsirəm. Və içəridə saxlayıram. Belə. Baxın. İstəsəz bunu bura bərkitmək də olar. İndi mən eləmədim. Belə. İndi qaşlarını və gözün üstünü düzəldəcəm. Bunun üçün belə biraz açıq qəhvəyi rəngdir. Bunu götürürəm. Belə. İndi istənilən bir yerdən. Baxın. İndi belə gözün üstündən. Bax. Dəqiqə göstərim. Baxın bu hissədən. Düz gözün üstündən. İpi çıxartdım. Və belə əyri şəkildə tuturam. Baxın buradan. Sonra gözün belə altından çıxardıram. Baxın belə. Sonra belə edirəm. Sonra digər gözə keçirəm. Yəni bu ip var ha. Bu iplər gözdən aralı olmasın. Baxın belə. Digərində edirəm. Əgər siz məsələn eləyəndə gözün altından çıxarda bilmirsinizsə, onda fərqli bir yerdən çıxardın, sonra təzədən qaytarın, yəni gözün altından bir də çıxardın. Bildinizcə? İndi qaşlarını da edim. Baxın belə oldu. İstəsəz bu göz işləmələrini etməyə də bilərsiniz. Mən etmək istədim biraz fərqli olsun. Baxın belə.
oldu belə. Və buradan düyün edirəm. İpi kəsirəm. Baxın belə. Baxın, oldu belə. Siz istəsəniz qeyd etdiyim kimi gözün etməyə də bilərsiniz. Təkcə qaş edə bilərsiniz. O artıq sizdən asılı bir şeydir. Belə alındı. Bitdi. Əgər bəyəndinizsə kanalıma abunə olmağı, videoya rəy bildirməyi və paylaşmağı unutmayın. Çünki dəstəyiniz çox vacibdir. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun.